Salam əziz abituriyentlər. Bu gün sizinlə 6 aprel 2025-ci ildə OTK-nın 9-cu səhifə üçün keçəcək sınağın izahına baxacağıq. Gəlin başlayaq 56-cı sualla. Choose the correct sentence with the noun and the possessive case. Yerli halda olan düzgün cümləni istəyir bizdən. The children's belə cəmlənmir. Yəni təki və cəmlən olan isimlər apostrofislə yerli hal, daha doğrusu cəmlənlər üçün kökdən dəyişən isimlər apostrofislə yerli hala çevrilir. Ad çıxır. The Browns, biz bilirik ki, Z artiklından sonra əgər soyad gəlirsə, soyad cəmlənir və S apostrof qəbul edir. B yanlışdır. I started working after 2 months rest. 2 miqdar sayda və özünə sürət cəmsim qəbul edir. Bu da apostrof S olmalıydı. Üzr istəyirəm, S apostrof olmalıydı. C də səhvdir. Çıxıram. The women's problems, kökdən dəyişən isimlərin təşkil və cəmi apostrof S ilə yerliyə çevrilir. D variantı doğrudur. Baxıram, burada xəbərim də var. Ümumiyyətlə, E variantında yerli yoxdur. Şəkilçisi yoxdur. Ona görə də ola bilməz. 57-ciyə baxaq. Choose the correct variant. This project is very crucial. Bu sənəd proyekt çox vacibdir. We haven't to bir variant olmur. Yəni, have-lə to arasında heç bir şey girə bilməz. C-ni çıxıram. Should-la to işlənməz. D-ni çıxıram. Don't have to ola bilər. Shouldn't, must. Burada da tərcümə edirəm. Çox vacibdir deyə we must finish it on time. Biz onu vaxtında bitməliyik deyə qalır A variantı. 58-də choose the antonym of the underlined word. Antonimini istəyir. My research is about the current cari. Hazırda olan bir sənəddir. Traditions of the world. Onun da əksi olacaq past, keçmiş, əvvəlki. Unknown, bilinməyən, famous, məşhur, interesting, maraqlı, recentdə son vaxtlar olan. Choose the correct variant. Children hardly want to have medicine. Deməli, hardly inkarlı qatdığı üçün cümləmiz ikinci tərəfimiz təsdiqli olmalıydı. A-nı çıxıram. A-da təsdiqli olmalıdır deyə aren't olan variantı çıxıram. Don't olan variantı çıxıram. İndi baxıram xəbərimə. Want istəmək fiili indiki zamanda olduğu üçün bunu sual və inkarı do ilə düzəlir. Ona görə də şəxsin də children Z ilə əvəzlənir. Olur do Z, elə deyilmi? A variantı. Cümlədə olsa ar olmadığı üçün Z-də çıxıram. Dildə keçmiş zamanda yerdə çıxır. Choose the correct variant. The young, prestigious job if say foreign languages. Zaman uzlaşmasıdır. If-dən sonra will olmaz, A çıxır. Elə A variantını çıxdım. Sonra zaman uzlaşmasına baxıram. B-də will get sadə zamanda, hər zaman bitmiş zamanda deyə burada çıxacaq. Qod keçmişdir. Now indiki də C çıxır. Uzlaşma pozulub. D-də will get keçmiş, daha doğrusu gələcəkdə no indiki zamanda. D-ni götürürəm. Çünki baxıram the young will get if-dən əvvəl will-dir. Sonda isə indiki sadə zamanda uzlaşma doğrudur və Z onlar cəm xəbər tələb etdiyi üçün now da cəmdir. Y-də təkcə fərq now sözündə S-in olmağıdır. O da feildə təşkili bildirir. Z cəmdir deyə cəm xəbər olmalıdır deyə yerində çıxıram. Change the sentence into the passive voice. Alex completed several assignments during the week. Deməli, baxıram cümlədən Alex'i çıxartmalıyam. Most-da çıxıb variantlarda. Completed keçmiş zaman olduğu üçün was və ya were ilə düzələcək və P2. Düsturum budur. Several assignments götürəcəm. Several assignments. R-la ümumiyyətlə bin olmaz. A-na çıxıram. Were ilə bin olmaz. D-ni çıxıram. Qaldı variantlarım B, C və Y variantı. Completely keçmiş zaman olduğu üçün R-la cavab ola bilmərəm. C-ni çıxıram. R-inci zamanında. Qalıram were ilə was arasında. Assignment cəm olduğu üçün was ola bilməz. Were olmalıdır. Yerində çıxıram. Qalır B variantı. Choose the correct variant. Okay. Father made sandwiches cəm olduğu üçün many sandwiches, a lot of sandwiches. Birindən 3 götürürəm. Maç və yazıdan sonra salmenisi gəlməlidir. Okay, doğru variant seçilir 63-də. My brother bought a wristwatch for me on my birthday last year. D variantı, doğum günümdə. Choose the correct variant. The journey to different Asian countries. Amazing. Mən buradan başa düşdüm ki, bu subject-lə predicate uzlaşmasıdır. Agreement bölməsinə aiddir. Və gəlirəm, burada to var, sözünü var. To-dan əvvəl baxıram. Journey tək olduğu üçün tək xəbər olmalıdır. Have, the,
are cəm xəbərlərdir. Qalıram B ilə Z arasında. Mən bilirəm ki, will şəkilçidir, azərbaycanlıqda burada mütləq feil olmalıdır. Məsələ olmalıdır. C-ni də çıxıram, qalır B variantı. The journey to different Asian countries was amazing. Choose the correct variant. Aha, best. Best üstünün dərəcəsidir və Z ilə işlənir. The best way to travel to Baku is by train. Aynen da vasıtasıyla mənasını verəndə boşluq olur. Z variantı. Encyclopedia. A book or a set of books given information on many subjects or many aspects of one subject. 1B. Armchair. A piece of furniture with a back and arms for a single person to sit on. A. Marker. A tool used for writing on or drawing with colored ink. Z. Ensiklopediyada kitabdır. Yəni içində çoxlu məlumatlar olan bir kitab. Armchair kreslodur. Markerdə marker. 1B, 2A, 3C. 1B, 2A, 3C. D variantı. 67 yine düzgün variant istəyir bizdən. Aha. Mark conducted the experiment. He is pleased. Didn't understand. Başa düşmədi. Delight. Başa düşməyən məmnun olmaz deyə düşünürəm. Yəqin ki, məyus olar. Ona görə 2 səhvdir. 2 olan variantları çıxacam. Performed unhappy. Bunu bacarıbsa, niyə də bədbəxt olsun ki, xoşbəxt hiss eləyər. 3 də çıxsa, qalacaq 4. Can hardly do. Çətinliklə etdi və məyusdur. Yəni demək ki, edə bilmədi. 1-lə 4 variantı. Pair of synonyms istəyir bizdən. Different müxtəlifdir, various müxtəlifdir. Biri götürürəm. Joyful, sevinç dolu, upset, məyus. Bunlar antonimlər çıxdı. To build, tikmək, ruin, məhv etmək. 3-də çıxıram. Divide, bölmək, separate, bölmək. 4-ü götürürəm. Above, üstdə, under, altda. 5-də çıxıram. Qalır 1-lə 4. İndi isə gəlin qısa mətnlərimizin cavablarına baxaq. Book Heaven, grand opening sale. Buy any book and get a second one at half price. Burada olacaq A variantı. You get reduction on the second book you buy. Aldığınız ikinci kitaba yarı qiymət verəcəksiniz. Reduction. Bölünəcək yer olacaq. A variantı. Yerdə qalanlar səhvdir. Which only on weekend. Sadəcə həftə sonları olur. Belə bir şey yoxdur. Yəni o haqda heç məlumat yoxdur. Double the price. İkili qiymətə. Belə bir şey də yoxdur. Free books deyir. Orada yəni tamamilə pulsuz kitablar tövsiyə etmir. Sadəcə bir kitab alanda ikincisini yarı qiymətə veriləni deyir. Bir də only recently published book sadəcə son zamanlar çap olunan kitabları deyir. Elə bir şeydə məlumat da yoxdur. 70-də baxırıq. Hi Sarah, I hope you're doing well. I ordered some new kitchen appliances, but I can't afford to pay for them right now. Amma onları da ödəyə bilmirəm. Could you lend me some money this evening when you are free? Boş vaxt olanda mənə bu axşam biraz borc edə bilərsənmi? Best Anna. Anna. Yəni, hi Sarah deyirsə, salam Sarah, demək, məktub Sarah'a ünvanlanır deyə. Baxırıq, Anna offers Sarah some money to pay for the appliances. Xeyr. Ona biraz pul təşkil edir. Əslində, Anna'nın özünün pula ehtiyacı var idi. Sarah and Anna are going to shop. Elə bir məlumat yoxdur. Onlar bazarla getmirdilər. Anna needs to borrow money from Sarah. Anna Sarah'dan borc almağa ehtiyacı var. C doğrudur. Sarah will help Anna to choose new kitchen appliances. Sarah kömək edəcək Anna'ya ki, yeni mətbəx ləvazimatları alsın. Belə bir məlumat da yox idi. Sarah wants to buy money, borrow money from Anna to buy. Söhbət deyir ki, Sarah pul alın borc almaq istəyir. Əslində Anna borc almaq istəyir deyə yerində çıxırıq. 71. 71'də də burada son cümləni götürə bilərsiniz. Children under free membership for children under 12. 12 yaşından aşağı olan uşaqlara pulsuz üzvlük verilir. Children younger than 12 do not have to pay for membership. Y variantı qalır. Yəni Teknoviz mətnində baxaq. Bunun cavablarını deyirəm. Özünüzdə həmən cümlələri tapa bilərsiniz deyə düşünürəm. 72'də olacaq Y. 73 olacaq B.
74 olacaq D. 75-də A. 76-da isə 3 və 4. Yazı mətnimiz də buradadır, hekayəmiz. Əgər hekayənin yazılmasını, yəni cavablarını istəsəniz, kommentlərdə bildirməyiniz yetərlidir. Onu sizin üçün şortlar bölməsində yerləşdirərəm. Və yaxud özünüz üstündə yaza bilərsiniz deyə düşünürəm. Və kanalımıza dəstək olmaq üçün bizə abunə olsanız sevinərik. Faydalanacağını düşündüyünüz dostlarınızla da paylaşa bilərsiniz. Sağ olun.